Biri gəldi dedi, mən səni çox istəyirəm, Həzrət Əli dedi, yalan deyirsən. Dedi, necə yəni, mən bilmirəm, dedi ki, yalan deyirsən. Mən dostlarımın hamısının adını ilə tanıyıram, sənin adın yoxdur orada. Onlar bilir, hayküy salıb qışqırmaqla da deyir. Çox da özünə aşiq deyənlər adətən Həzrət Əbəlfəz ağa kimi sakit deyən ana deyirlər ki, bir nəfsi əntə, canım sənə qurban olsun. Özünü gözə soxan, şişirdən adamlar, hayküy onun basıb gözünü çıxardır, buna irad tutur. Belə adamlar adətən saxta dindarlar olur. Sakit adam öz işindədir. Adam var uzaqdan, öpəsən desən salam. Yaxın gəlmə, mənə virusdur çünki səni də yoluxduracaq. Yoxsa adam zariyə, ağzı açmağa peşmansan. Salam, necəsən başlayır. Necəsən başlayır, sənin də halı o xarab edir. Sən də başını tutub qaçmaq istəyirsən. Ki, mən nə qələt elədim, buna salam verdim. Bir zaman uşaqların gözündə uşaqlıqdan hey Allahı böyütmək lazımdır. Vallahi düz tərbiyə vermirik. Qonşudan dala qalma, başqası oxudu, de onun oğlu filan yerə qəbul oldu, sən qaldın filan. Bu, uşağı da eləmişik öz şan şöhrət vasitəmiz. Mənim oğlum filan yerə qəbul oldu, 12 filan yerə. De, o gün qız uşağı intihar eləyib buna görə. Ata deyib, ged özü öldür, mən gələnəcəm. Bu biabırsılıqdır yəni. Elmi bütə çevirməkdir bu. Uşaq gedib kəsilib imtihandan, mən məsələn bir valideyn olaraq övladlarıma demişəm, indi də deyirəm ki, mənə heç maraqlandırmır. Mənim üçün önəmlidir sənin təhsil almağın. Mən bir valideyn kimi çox istəyirəm ki, sən savadlı olasan, təhsilin bu xeyirləri var, amma mən sənə təzyiq eləməyəcəm. Hansı nəticə göstərsənsə, mən sənə nəticəyə görə cəza verməyəcəm. Özün bir düşün, fikirləş, elmi zəruri bilirsənsə, İnsan insandırsa, onun bir yolu var ki, o düz yola yönəlsin, Allahın sevdiyi işləri görsün, xoşlamadığından çəkinsin. Dedim, bir cümlə kifayətdir, insanı düz tərbiyə eləsən, İnnəlləhə la yuhibbul musrifin, mənim bəndəm israf eləmə, xoşuma gəlmir. İnnəlləhə la yuhibbul mu'tədin, hətta şanları sevmir Allah. Vəssalam. Və yaxud da İnnəlləhə yuhibbul muhsinin, mən yaxşılıq edənləri sevirəm. Sevirsənsə bəsdir, gedim yaxşılıq edim. İnnəlləhə yuhibbul muttəqin, Allah təqvalıları sevir. İnnəlləhə yuhibbut təvvabin, bunları niyə deyir Quranda? Deyir, yəni insansansa bəsindir. Heç bir təhdid eləmədən, təşviq eləmədən, heç nəsiz desəm ki, mən filan şeyi sevirəm, kifayət eləməlidir ki, sən o işi görəsən.